Salam aleykum. Deməli, həllulanı biz götürürük x, suyu götürürük y. Onda kütlə payı bərabərdir. Həllulan yuxarıda 100-ə vurulur. Aşağıda həllulanla həll edicinin cəmi. Yenə yazıram həllulan x, su y. Yazıb ki, burada duzun kütləsi qədər su buxarlandı. Yəni, minus x. Çünki duz x-dir. Buradan da omega bərabərdir. Yenə həllulan yuxarıda 100-ə vurulur. Aşağıda həllulanla həll edicinin cəmi x-lar ixtisar gedir. Buradan bu 1,25 omegadır. Çünki deyir omega 1,25 dəfə artır. Buradan biz 1,25 vurulsun omeganın yerinə bunu köçürdürük. Yəni x vurulsun 100 bölünsün x üstə gəlinsin y. O da bərabərdir x vurulsun 100 bölünsün y. Bunlar getdi ixtisar. 1,25 x plus y bərabərdir 1 böl y. Buradan 1,25 y bərabərdir x plus y. 0,25 y bərabərdir. Buradan deməli x-a və y buradan bərabərdir 4x-a. Deməli biz burada y-i pozuruq, yerinə 4x yazırıq. Deməli suyun kütləsi ilkin məhulda 4x-dir. Duzun kütləsi isə deməli x-dir və bu nisbət 4-ə bərabər olacaq.